Bir dənə bunu dinləyin. Azərbaycan kişisi daha deyirəm fahişə qadından beşbeter olub bəziləri. Başlıq çıxardılar. Səidə Bəkir qızı Günay Ağamalıya dəstək oldu. Birinci Günay Ağamalının Səidə Bəkir qızının dəstəyinə ehtiyacı yoxdur. Günay Ağamalı toxunulmazlıq statusu olan deputatdır. Milli Məclisdə oturub ən az 7000 manat maaş alan deputatdır. O mənim dəstəyimə nə ehtiyacı var? Mən düzgününü deyirəm. Uşaq pulu sabah məsələsi olsa, prezident bununla bağlı sərəncam versə ki, hər uşağa 100 manat uşaq pulu ayrılsın. Adım qədər əminəm ki, başlayıb yazacaq ki 100 manat nə pul deyə 100 manat uşağa 200 manatla nə edəcəm mən? Mən görürəm sosial şəbəkədə. Ay kişilər, uşaq pulu davası eləməyin. Vallahi kişiyə yaraşmır. Kişi də uşaq pulu davası eləyər. Mən bunu nə atamdan görmüşəm, nə qardaşımdan görmüşəm bu davanı. Nə evimdə həyat yoldaşımı görmüşəm ki, bir də ağzını açsın desin ki, uşaq pulu. Kişi də uşaq pulu davası eləyər. Azərbaycan kişisi daha deyirəm fahişə qadından beşbeter olub bəziləri. Dövlət səndən xahiş eləyib uşaq gətir dünyaya, sual verirəm. Şəxsən məndən heç kim xahiş eləməyib ki, uşaq gətir dünyaya. 2 övladım var da. Və salam da bunu dünyaya gətirəndə bilmirəm ki, mən uşaq dünyaya gətirmişəm. Bunun öhdəliyi mənim üzərimdədir. Yəni bunu anlamaq çoxmu çətin? Salam, hər vaxtınız xeyir olsun, bayramınızdan mübarək olsun. Bu Səidə Bəkir qızı barədə danışmaq istəyirəm. Hələ bu tutuzdura bilməyib ki, xalqın arxasındadır, yoxsa qarşısındadır. Bayraq kimi külək hansı tərəfdən gəlsə o tərəfdən əsir. İndi də başlayıb xalqı təhqir eləməyə, kişiləri təhqir eləməyə. Özünü o qədər ağıllı hesab eləyir ki, elə bil bu ağıllıdır, biz ağılsızıq. Sən bizdən ağıllı deyilsən, özünü bizdən ağıllı aparmağa çalışma. Millətin də gözündən düşmüsən. Səsin gələndə cəmaat videonu sevirmək istəyir. Prosta bütün TikToku bürünmüsən, hara girirsən sənsən. Kişilər niyə uşaq pulu tələb eləsin ki? Kişi nədir uşaq pulu tələb elədin? Bu nə deməkdir? Sizin evdə, sizin ailədə bilmirəm necədir. Bizim ailədə hər şeyi kişi təmin eləyir. Ola bilər sizdə tərsi nədir? Amma bizdə tərsinə deyil, bizdə elə düzünədir. Kişi təmin eləyir hər şeyi, ailəni. Niyə tələb eləməsin ki? Kişi nədir, uşaq pulu tələb elədi nədir? Azərbaycanda o uşaq doğulana qədər qadınla bir kişi də doğur. Sizin hələ xəbəriniz yoxdur deyəsən. Ola bilər sən ağzını istəyir dədir, normal gəlirin var, ona görə də sənə maraqlı deyil də. Deyirsən 100 manat, 200 manat dövlət uşaq pulu verdi, yaxşı. Nə olacaq ondan? Ondan çox böyük şey olacaq. Sənin üçün ola bilər o 100 manat, 200 manat heç bir puldur. Amma bizim üçün çox böyük puldur o 200 manat. Sən bizim əvəzimizdən danışa bilmərsən. Bizim əvəzimizə qərar verə bilmərsən. Uşağı doğmazdan əvvəl, uşağı dünyaya gətirməkdən əvvəl fikirləşərdiniz bu barədə. Və ailə qurubsa uşaq da dünyaya gəlməlidir. Hansı dövlətdə uşaq dünyaya gəlibsə, o dövlətdə o uşağına da baxmalıdır. Nə təhər ki 18 yaşına çatanda əsgər aparır. Xidmətə çağırır, aparır. 18 yaşına çatanda o uşaq yadlarına düşürsə, uşaq doğulan vaxtda da yadlarına düşməlidir ki, bu uşaq doğuldu. Bu uşağa ən azından köməklik eləmək lazımdır. Hər şeyin qiymətini bilirik. Avropa qiymətlərinə gedib çıxıb. And ola cücə dolana bilmir millət. Çox pis vəziyyətdə yaşayır. Toxun azdan nə xəbəri var? Ağzınız istəyirdədir. 100 manat, 200 manat sizin üçün heç bir şeydir. Ola bilər. Amma bizim üçün, biz kasıb xalq üçün o 200 manat, o 100 manat çox böyük puldur. Sən niyə durub xalqın adından danışırsan? Xalqın adından danışa bilmərsən. Sən kimsən ki, xalqın adından danışasan? Ümumiyyətlə sənin danışmağın artıqdır. Buradan hər kəsə səslənirəm. Xahiş eləyirəm hər kəsdən. Səsimi eşidənlər, bu videonu paylaşın, təkrar paylaşın, rəy yazın, hər kəsə çatdırın. Bu Səidə Bəkir qızının takibini buraxın, takibdən çıxın. 700 mindən yuxarı takibi var. Takibini buraxın. Belə insanlar bizim arxamızda yox, bizim qarşımızdadır. Bizim birbaşa düşmənlərimizdir. Kişiləri birbaşa təhqir eləyir. Belə insanları takip eləməyin, belə insanlara da dəyər verməyin. Belə insanlar bizi uçuruma aparacaq. Bizim qədrimizi bilməyəcəklər ömür boyu. Mir Şahin oradan durub başlayıb təhqir eləməyə milləti. Onun barəsində bir tədbir görən yoxdur. Bu birisi buradan, bu birisi buradan. Nə jurnalisti bilinmir, nə millət vəkili bilinmir. Hamısı milləti təhqir eləyəsi olub. Allah Cəlal Əliyevə rəhmət eləsin. Bir dənə sizdən xahiş eləyirəm, hər birinizdən. Bu Səidə Bəkir qızını takipdən çıxardın. Yəni onu takip eləməyin, o millət üçün zərərli bir insandır. Faktiki görüldü burada, hər şey görüldü, hər şey bilindi. Millətin tərəfindən danışmayan insan, millətin halından anlamayan insan bu millətə çıxıb baş bilənliyi eləməsin orada, özünü ağıllı aparmasın. Ağıllı elə danışır ki, güya bu ağıllıdır, biz ağılsızıq. Sən bizdən ağıllı deyilsən, sən bizə görə var idin. Bundan sonra ki inşallah olmayacaqsan. Xahiş edirəm hər kəsdən belə insanlara dəyər verməyin, belə insanlara atın bloka çıxmasın qabağınıza da. Çox sağ olun, təşəkkür edirəm. Hardasa nöqsan elədimsə, hardasa səhv buraxdımsa, üzr hesab eləyin.